Biz geldik. Herkese salam. Deməli, videomuzun növbəti buraxılışını çəkirəm. Bu səfər dedik ki, nə maraqlı bir şey çəkək. Fikirləşdik və qərara gəldik ki, həm evdə ərzaqlarımız bitib, həm də dostlarımız, yaxınlarımız bizə dedilər ki, azalıb. Dedik, yeni ərzaqlar alaq. Bunu izləyicilərimizlə bir yerdə eləyək. Həm də yaxın dostlarımız da dedi ki, belə bir video çəkin, maraqlı olar. Çünki market vlogları çox sevilirmiş. Görək indi bu videomuz çox seviləcək ya yox. Kanalıma hələ də abunə olmamışsınızsa, zəhmət olmasa kanalıma abunə olun. 70 minlik səhifəm bağlandı. Yenə deyəcəksiniz, niyə hər videoda deyirsən? Çünki bəzən yorumlarda yazırlar ki, ayda bu da vlog çəkməyə başladı falan. 1-2 ildir YouTube'da olan insanlardır ki, məni yeni görürlər, amma mən 2013-cü ildə YouTube vlogları çəkirəm. Sonra 70 minlik səhifəm uğurlandı. Həvəsdən düşdüm. Sonra yenidən məni həvəsə gətirdilər. Dedilər ki, çək, səndə alınır, narahat olma, yenidən qalxacaq səhifən. 6 günə 1023 bəyək baxdım, hətta 1040 neçələr falan olmalıdır da. Followum 6 günə 1000'i keçdi. Bunun üçün sizə sonsuz təşəkkürlərimi bildirirəm və videomuzu like eləyin, yorum yazmağı unutmayın. Mütləq abunə olun ki, yenidən kanalım böyüsün. Bu səfər 170, 270, 370 falan belə olaq. İnşallah sizlərin sayəsində, sizlərlə bir yerdə. İndi nə deyəcəkdim sizə? Evdə nələr bitib, xalaya dedik, xala yazdı onu. Nələr alınacaq, o listəni göstərmək istəyirəm. Bu kağızdır, xala yazıb burada. Vəfa xalaya buradan salam deyirəm. Deməli, kartof alacaq, pomidor, biber, göyərti, toyuq məhsulları, özdə məhsulları. Ət də almalıyıq bu arada. Əti marketdən alaq, yoxsa sən başqa yerdən alacaqsan? Başqa, Sənan bəyəm əti başqa yerdən alacaq. Qatıq, yumurta, süt, ağ pendir, xurma, hətta Vəfa xala ağzın dadını bilirsən. Sarı pendir, şor, kərə yağı, xörək duzu, çay, Nesquik, un, abur cubur, meyvə, makaron, yumurta, yumru düyü, yumurta yazıb xala. Yoxsa sən rayondan gətirmişdin? Var idi zarfatsız evdə yumurta. Xaldeyinkdə xəbərim var ki, yeməməyə çox xaldeyink açıqdan. Yumru düyü, toyuq ədviyyatları, ketçuk. Xala yazıb, ketçup yox, ketçuk yazıb, ketçuk. Ketçuk alarıq mütləq. Sonra mayonez, sasiska, şokolad yağı. Sasiska da bilirsiniz, bizi çörəkdən çox sasiska yeyilir. Çünki uşaqlarım hədsiz sasiska qızartması sevirlər. Mən də təzəlikcə sardelkaya dadanmışam, qaynadıb yeyirəm. Düzdür, acıdır, mənə olmaz o qədər acı yeməm mədəmə görə. Amma yenə də sevirəm, neyiniyim, vazgeçemiyorum. Şokolad yağı, Nutella daha almayacağım. 3 dənə Nutella almışdım şeydən, Dubaydan, Day to Day'dan. 3 dənə şey aldıq, Nutella aldıq, amma uşaqlar 2 həftəyə, 3 həftəyə bitirdilər yəni. Bir də Nutella'nın tərkibində palma yağı var imiş. Ona görə başqa bir marka var. Onu tapsam inşallah ona keçəcəm. Onu da sizə göstərəcəm. Həm dadı dadlıdır, həm də ki gördüm ki tərkibində palma yağı yoxdur. Araşdırdım yəni bu arada. Şvabra evi silmək üçün inşallah ki marketdə taparıq Vəfa xala bunu. Çünki Vəfa xala uzun neçə aydır bizə deyir, şvabra alın. Həm hər dəfə unuduruq. Nəm salfetka və quru salfetka, qab maçalkası və Ariel. İnşallah görək nə qədər xərcimiz çıxacaq, büdcəmiz nə qədərdir. Mən bir rəqəm deyim, sonra axırına sıfırlar. Deməli, biz gəldik marketə. Deməli qızlar, indi qatığı birinci alıram. Bizim istifadə elədiyimiz qatıqlar, hansından götürəsin? Mila götürmək istəyirəm mən. Balaca götürək, belə götürək, yoxsa böyük? Bilməm, siz hansı qatıqdan istifadə edirsiniz, yorumlarda yazın. Balaca? Ən yağlısını götürdüm, bir dənə qatıq. Sonra yumurta. Südə də baxaq. Südlər buradadır, 10 milla.
Biz her zaman Mila 3.2% yağlılıq olan Mila'dan götürürəm. İndi isə gedək sarı pendir alaq. Bunu elə bir dəfə yeyiblər. Bir dənə bundan götürəcəm vasitəsi. Bizdə pendir çox işlənir. Çünki mənim uşaqların həddindən artıq pizza sevirlər. Ona görə mən özüm də pendir çox sevirəm. Pizzada da istifadə edirik. Birisindən götürmədim. Holland pendir. Yox, yarım. Sizcə təxmini bazarlığa nə qədər pulumuz çıxacaq? Şor, kərə yağı. Şor. Yağ olaraq da mənim istifadə elədiyim yağ budur. Bəzən bundan da istifadə edirəm. Amma indi bunu istədim nəsə almaq. French pop. Şor lazımdır. Şor hardadır? Şey götürək, ayran. Ayda sevirəm bunu. Bir dənə nanəli, bir dənə də reyhan. Reyhanları çox yerdə tapmaq olmur. Xahiş edirəm Mila şirkətindən bundan çox istehsal edin. Çünki hər marketdə bunu tapmaq olmur. Bir dənə bundan götürdüm, bir dənə bundan. Şordan elə də başım çıxmır. Amma götürürəm də belə məsləhət bildiyiniz şor firması varsa mənə deyərsiniz. Səfərdə İvanovda şorundan götürəcəm. Qaymaqlı da var. Qaymaqlı. İvanovka şorları dadlı olur. Qaymaqlı da var. İvanovna deyil, bu İvanovkadır. Qaymaqlı şor götürdüm. Bu nədir Aysel? İvanuşka da var. İvanuşka. Sibikanda yenə Mila'dan alıram. Əvvəl Ramaşka götürürdüm, amma indi Mila'nın bu sibikanlarını daha çox sevirəm. Bunu da 20% götürürəm. Bir dənə. İndi isə xörək duzu ilə çay götürəcəm. Çay mən hər dəfə Berqa istifadə edirəm. Berqa alacağım. Bu bizə hardasa bir 15 gün bəs eləyəcək. Çünki biz Sənan təzə alıb, amma aşırı istifadə edirik. Çay yəni vazgeçilməzimizdir. Bunları Instagramda paylaşıram. Məndən soruşursunuz, meningit, dibek kahvesini hardan alırsan? Bu məsələn Bravo'dayıq da, indi Bravo'dan gəlib ala bilərsiniz. Instagramda mənə suallar gəlir, həddindən artıq ki, hardan alırsınız? Bu Bravo'dan gəlib ala bilərsiniz. Dadları möhtəşəmdir. Bunu Türkiyədə sevmişəm. Bunu da TikTok'da görüb bəyənmişdim. Dadını həqiqətən sevdim. Deməli qızlar, xörək duzu əvvəllər bunlardan istifadə edirdim, amma zərərlərim biləndən sonra qırmızı duza keçdim, yəni Himalaya duzlarına keçdim onlara. Bunlardan alsaz mənə o qədər sağ ol deyəcəksiniz. Ziyansız olan duzlardır. Bunlar amma çox ziyanlıdır. Ona görə biz artıq bunlardan almırıq, ancaq Himalaya tuzlarından alırıq. Niyə çox ziyanlıdır da? Bilirəm də. Sübut eləyə bilərsən. Mən sən deyirəm ziyanlıdır da. Mən sən deyirəm ziyanlıdır. Sən nə deyirsən? Ağırlı olur. Dostlar, əgər Sənanı döyməyimi istəyirsinizsə marketdə video like eləyin, kanalıma abunə olun, yorum yaz. Ya ciddi alırsan Aytə Sənanı? Hə? Ciddi alırsan Sənan ciddi alırsan. Döyər ha, valideynimdir. Deməli, neçə oğlansan? Ya bunu eləyirdim də, bunu evdəkilərin eləyirdim. baxacaq. Bunu eləyirdim ki. Hə, şimdi ilk dəfə Aytənlə biz Misirə getmişdik. İndi Sənanla orada bir iki dəfə dalaşmışdıq. İndi Sənan Aytənin yanında şey də indi bu şeydir. Belə erkəkdir, belə deyilədi. Erkek ya. Aytən qorxurdu. Sonra Aytə Hiç kim qorxurdum. bir iki dəfə sonra Aytə duji Sənanı ciddi. Deməli dostlar, zarafat edirəm belə. Arada belə şeylər edirəm ki, Instagram qoyanda elə biləcəklər dalaşırıq, onda videoya girirlər. Belə girib belə davazda da olmayanlar baxmırsınız da. Niyə yalanlar? Birazdan daha çox eləyəcəm. Məsələn, sənə basıb döyəcəm, eləyəcəm. Sənə o qədər döyəcəm ki, ağladacam. Ona baxırlar da, sənə mən neyini bu mənim işimdir. Məni belə işimlə sev. Məni belə Quruşa kimi vermişəm də Aytənin. yaxşı, Aytənin işin olmasın Sənan. Onun anası hələ ölmür. Bilmirəm hansından götürüm, amma yəni
Belə var. Bunlar doymaq götürün də, hə? Bizdə unda çox istifadə olunur. Elə doymaq götürəcəm. Bunlar qəşəng istifadə edirik də, yaxşı, qiyməti də münasibdir. Doymaq eşit də, yəni sponsor ola bilər. Zarafat eləyib vallahi. Yəni bu belə oğlan deyil. Bu nəsə açılışı bu gün. Döyülmək istəyirəm. Nesquik. Bir dənə Nesquik götürürəm. Maşallah qiymətlər də elə bahalıdır ki, bax balaca şey 10 manata satırlar da. Biraz bunu endirim eləyin də çox götürək. 460 qramdır. Qiyməti daha münasibdir Nesquikdə. Ona görə bunu götürürəm. Deməli, Adoşun ən sevdiyi kruasan şokoladdır. Bunlar da. Bundan götürəcəm. Qiyməti 4.59'da 2 dənə götürürəm də, yəni. Bizdə evdə uşaqlar dəhşət yeyirlər bunu. Elə bir günü qutarırlar da. Nutelladan götürməyəcəm. Dedim axı Nutellada palma yağı var. Bilməm bu JJ-yi götürüm ya yox. Mən istədiyim firmada Kent idi. Kent. Amma o Kent Bravo da yoxdur. Bilmirəm bitib ya nə. Yoxdur burada. Gözüm də ağrıdı, belə baxmaqdan balaca yazılır. Görmədim palma yağı var ya yox. Kentdə yoxdur. Onu araşdırmışdım. Şokimaki 13 manatdır. Nutella 17 manatdır. JJ 5 manat. Götürməyək? Yox, heç kim götürmür. Yox, şokolad yağı götürməliyəm mən. Sor yesin. Hansını götürürüm? Gözüm də... Hamısında var ya, bu olsa yalan. Yox, internetdə görmüşdüm ki, Kentdə yoxdur. Kentdə yoxdur. Burada yoxdur. Kent yoxdur. Bunların hamısının tərkibində palma yağı var. Bazar storda var idi, Kent deyəsən. Çünki Qəbələdə bazar stordan almışdıq Kenti. Buradan çıxıb bazar stora baxa bilərik. Hə? Evdə bizdə ən çox yeyilən bir şeylərdən makarondur. Makaronu da ancaq şey götürəcəm. Makaronu da ancaq şey götürürəm də. Ankara. Bu səfər onda Ankara götürür. 2 də Ankara götürdüm, ev yox. Bir də qalanda bunlardan götürəcəm. Barilla. Görə bunları 2.45'dir barilla. Tikili supsu. 2 dənə də bunlar. Bu arada ketçap götürməliyik. Ketçap bizdə çox işlənir deyə bundan götürəcəm. Bizim süfrə. Əvvəl Pınar götürürdüm, amma eyni dad olduğu üçün bizim süfrəyə keçmişəm. Acısız. Uy. Sizcə təxmini nə qədər tutacaq bizim bu alışverişimiz? Təxmini bir qiymət yazında, axıra qədər baxmamış qiyməti yazın, xahiş edirəm. Görüm kim düz tapacaq. Kim düz tapıyor, onda baxacaq, neysə yox. Amma belə bir şey eləyə bilərik, çəki saxlaya bilərəm. O birisi videoda yorum yaza bilərlər, aşağıda nə qədər tutdu da qiymət düzdür. Part 1, part 2. İkinci videoda məsələn deyə bilərəm ki, bu idi qiymət bildiyin. Həmin adam düz tapıbsa və ya düz tapıbsa, yaxın tapıbsa hədiyyə verək ona. Baxarıq da indi, baxarıq görək düz tapan olsa düz, yaxın tapan olsa da yaxın. Yox, birini deyək də, ya yaxın ya düz. Bəlkə heç düz tapan olmadı. Yaxın dedim, 5-10 Yaxın manat. tapana nə qədər bazarlığa pulumuz çıxdı, ona yaxın qiymət yazana bir dənə məndən Metropola 2 nəfərlik səhər yeməyi hədiyyə. Aynen, burada yürüyüş. Təşəkkür edirəm. Bir dənə təzən dedim. Metropola 2 nəfərlik səhər yeməyi. Koca yürüyüş layısı. Ayda, təşəkkür edirəm. Babalar sözünə çıxar. Yumru düyü götürürəm bir dənə Ankara. Gəl yumru düyü. Sən tuş plovu bilsən mən. Ayda, burnundan gələr yedilərin. Günah da haqqıma girməyin. Onsa haqqıma girən çoxdur. Düyü evdə nə istifadə edirsiniz? Hər dəfə alıram. Biri qəşəng çıxır, biri pis çıxır. Besta qəşəkdir. Besta? Hə. Besta hamı tərifləyir. O, Besta. Hə. 23 manatdır. Onun baldasından götürdün. Nədir o? Düyün. Besta.
Yoxsa düyüdür bu. Hə. Şey, Qiymətinə baxıb yəni. Aşağı nədir? aşağı deyil. Ay yox. Tamaşa götürün bəlkə. Tamaşa da yaxşıdır. Sonra şey də yaxşı, mümtaz olmalıdır. Bilmirəm, tamaşa pis olsa Aytə, gələn səfər mənə Böyüsün. 10 manat verəcəksən. 989-dur be. Sos. Çünki hamı sənə sağ bilir. Elə bilirlər həyasız mənəm, yoldan çıx. Qoy Əslində olan. hamı görsün. Qoy görsün. Mən nə var? Üzdədir balam. Məndə nə var? Məsələn, əsəbləşə hamısını üzür. Çünki Ay mən camaat, siz özümlə Sənan nə tanımırsınız. səmimiyəm. Bu of. Ay camaat, siz tanımırsınız Bunu Sənanı. tək qalanda görəsiniz. Belə bir şey götürdüm. Ankaranındır. Həm içərisində bəlməşil var, xırda-xırda var. Həm də Var ya. bulgur. Həm də bulgur. Görək bu nə olacaq. Bir dənə də Komilinin qarğıdalı yağını götürürəm. Səhər sağ olsun Aytəm bir dənə bizə evə gələndə gətirmişdi. Final gətirmişdən ayçiçək. Amma bu səfər bir dənə Komili qarğıdalı götürürəm. Qızartmalar və sıcaq yeməklər üçün ideal. Bir də bugün video çıxıb qabağıma. Deyirlər ki, ayçiçək yağını istifadə eləməyin, qaraciyərə yağlanma verir. İnşallah ki, o qarğıdalı üçün keçərli deyil. Bir də zeytun yağından hansını istifadə edirsiniz dostlar? Onu da yazın da yorumlara. Məsələn, qızartmalar üçün hansı zeytun yağlarını alırsınız, salatlar üçün hansını alırsınız, yəni qəşəng təmiz olan, onlara fikirlərinizi bildirsəz sevinərəm. Nə demək istəyirsən sən? Mən zeytun yağı ilə bölmüşəm sənə. Sən zeytun yağı ilə bölmüsən? Nə ilə bəs? Margarinlə. Mən anabala yağı ilə böyüyən uşağam. Bax, bugünkü gün qabağınızdayam. Qara ciyərimdə 4-cü dərəcəli yağlanma var. Burada zeytun yağı indi də bunlardan götürürəm. Amma siz Allah bir də mənə normal zeytun yağı məsləhət görün də qızartmalar üçün. Kırlangıç. Yox, kırlangıç götürürəm də. Həm salatalar zeytinyağla, ızqaralar üçün ideal. Həm qızartma, həm salat. Yəni Nescafe üçün bir də buna götürürəm. Amma siz Allah bir dənə yazarsınız da yorumlarda. Mən hansından alım? Bu ziyansız olsun. Həm salatlar üçün, həm də qızartmalar üçün. Sizin Aysel. Başın yağı ilə böyüyən adam. Nə deyirsən? Nə deyirsən? Nə deyirsən? Başın yağı ilə böyüyən adam. Mənə dedirsən, ha? Mənə dedin. Bizim tarlanın turşu xiyarlarından da Basın, götürəcəm. bu bloka basın. Yalandan güldüm amma deyirsən. Dostlar, xiyar turşusu götürürəm bizim tarlanın. Bir də bilirsiniz nəyə başa düşmürəm? Bax yazıb marinə edilmiş xiyar turşusu. O nədir? Adi xiyar turşusu nədir? Bir də şey var. Mini kornişon xiyar turşusu nədir? Marinə edilmiş nədir? Adi xiyar turşusu nədir? Bolqar usulü nədir? Bunların fərqi nədir? Bu nə deməkdir dostlar? Nə qədər xiyar turşusu? Xiyar görünüşü bir cür olur da. Bunlar 4-5 bu satmaqdan ötürü də hər şey eləyir. Biz bir cür xiyar görünüşü. Onun da adı bilirsiniz kimdir? Yazarsınız yorumlar. Bizim adımızı yazmayın ha. Yığışdırıblar. Kalbi yoxdur. Yaxşı götürüm, tutsan. Sana aytən. Hə? Sütü onu götürdün də. Yox, bizim sütü. Salata zada vursan suyu çıxır. Ona görə bundan maxiyib götürəcəm. Amma əvvəlki kalvenin dadını heç nə vermir də. Bir də məsələn göründə mayonez hansını istifadə edirsiniz, su buraxmasın da, bildiniz necə. Qarğıdalı götürəcəm evə. Bizim tarlada bandoya götürürəm. Əslində bandoyeli sevirəm, amma bizim tarla daha ucuzdur, amma burada yoxdur. Amma eyni dadı verir bu arada. Galina Blanca götürəcəm. Toyuqlu götür, toyuqlu. Bir dənə toyuqlu götürürüm, bir dənə də şey. Görünür. Bir dənə toyuqlu, bir dənə. Əslində bu ziyandır, amma niyə suplara falan dad verir də. Deməli qızlar, burada görürsünüz ədvalar var. Biz ədvalardan çox istifadə edirik yeməklərdə. Bir dənə xardal tozu götürdüm, bir dənə sarımsaq üyüdülmüş, bir dənə sarı kök, bir dənə pizza üçün priprava, sonra borş üçün belə bir şey, sonra toyuq üçün belə bir şey, plov üçün ədviyyat istifadə eləməmişəm, ilk dəfə alıram. Toyuq kebabı üçün ədviyyat, bir dənə də toyuq kebabı üçün ədviyyat. Közləmə, bu da közləmə toyuq üçündür. Soba çeşnisi yenə toyuq üçün və istiyat. Tomat pastası da finalını götürdüm.
Yeməkdən çox ədviyyat almıram. Paraşut hansından alım, persil alım, Ariel alım, yoxsa nə alım bilmirəm. Persil al. Persil. Nədir? Bu nədir? Şeydir də. Gelin sizə bu bəbədir. Bəbəm. Bəbəm. Balam. Bəbəm. Ala bəbəm. Bununla döyülərsən ha. Sözünüz var. 11 el niye vurur? Salfetka. Bir de slipi götürürüm. Slipi götürürüm de. Qiymətə düşüb ha. Neçə? Mən 6 manat, 7 manat alamamışam. 5'e düşür. Hə, 6 manat satdı da belə. Öyle 5'e düşür de 5.49 lira. Nə olsun, 50 qəpik də bir şeydir. 50% indirim, 100% geyindirim Ayten Hanım. Kampanyamız devam ediyor. Kab masalkasını götürürüm. Ne bu? Burada şeydir, bu 95. Ben bundan. Ve biz renkli alırıq həmişə. Rengi ilə ağ da yuyuruq, qara da yuyuruq, renkli də yuyuruq. Bilməm siz elə edirsiniz ya yox. So, ayalı ağır deyir. 5 kilo. Qıraqdan qoyaq yeməklərə dəyməz. Yumuşun iynə baxın. Çox qəşəng olur da. O iyiləmə. Onu inləməd. O bir nə inə? Bebekdir o da şu. O bizə lazım deyil. Bunu da yazmıyor. Abi, Patalarda qəşəng. Gelmiyor. merhaba. Yox, qəşəng iyi. Merhaba, ABC də qəşəngdir. Onu qızcıyla görmüşdüm Türkiyədə. Çox qəşəng idi o da. O bebek idi. Bu qəşəngdir. O bebekken. Niyə? Baxın. Safa diyor. Olsa paltardan da gəlir də. Yaxşı almıram. O qədər deyildi. Uf, nə qədər deyilir bu insan. İnsan həyatı bu nə qədər deyinər. Mənə bütün mənfi enerji yüklədi. Belə şey olar. Yetər dur, yetər. Burada uçsan bu. ABC budur. Hə. Baxın. Özü ucuz da. Qəşəngdir ya. Superdir. O paltarlardan çox qəşəng. 6 manatdır. Hey. Qəşəngdir. Ya Allah. Ucuz deyir, üzünə boydası. Götürək də. Heç şeydi gördüm. Küstü. Düşmüşəm, gəlməyəcəm. Nə deyir? Ona var deyir, ona denən ki, getdiyicə gözəlləşirsə. Bunun da nə sözlər çıxır Amma ha? o bilmir ki, mən onun bildiyi qızlardan da dəliyəm. Bir də net götürdüm, bir dənə də domestos. Siz bütün marketi yığdınız. Bir dənə də bundan götürdüm. Ayda mən də lazımdır amma. Bunları içsəm bəlkə bağışlayaram. Ondan sonra olmayacaq. Ona görə deyirəm. Bir dənə də. Neçədir o? 7 manat yazıb. Böyükdür də, çox böyükdür. Bir dəqiqə. Bir saniyə. 7 manata düşüb bu. 7 manata düşüb. Nəsə alıram da 7 manata. Bundan götür. Rulon. Niyə? Rulon daha çox sərf eləyir adam, böyükdür. Ondan yox deyib, bu birinə bax. O Hə, 4 manatdır, gör nə boydadır. İşlət qutarmı? 15 sheets yazılıb. 4 manata, yəni gör nə boyda. Siz bunu deyirdiniz, nəyə götürürsən? O, belə şeylər üçün. Ya, bunu almışıq, bunu da almışıq, bunu da almışıq, bunu da almışıq. Şokolad yağı. Mayonez, ketçup. Yoğadır. 53 çəkir. Makaron, yumurta düyü. Sosiska da bunlardan götüreceğim. Mangal üstü. 2 dənə. Çünkü bizdə sosiska həddindən artıq çox işlənir. Yəni uşaqlar çox sosiska yeyirlər. Belə.
Bunlardan götürdüm 2 dənə. Siz bəs evdə hansı sasikalardan yeyirsiniz? Hansına güvənirsiniz? Halal olduğuna əminsiniz? Yazın yorumlarda. Vahşi cazib eləyir rahibə Teres. Evdə atışdırmağa belə kraksları götürürəm. Çünki sevirik də, yəni kraksları. Uşaqlar da yeyirlər yəni. Xanımı bildinizdə soyadı dəyişildi. Bağıya bayta. Şaka yaptım. Şaka. Bundan da yeyirlər bu arada. Uşaqlar. 2 dənə bundan götürək. Desəz niyə 2 dənə götürürsünüz, 3 dənə götürmürsünüz? Onura olmaz belə şeylər yemək. Dalaşmayın dostlar, mənə görə lazımdır. Uğurla Adoşa götürürəm. Onura çünki icazə yoxdur belə şeylər. Həkim icazə vermir Onura yeməyə. Ona görə məcbur Adoşla Uğura götürürəm. Onur dəsti olanda Uğurla Adoş bunları yiyə bilirlər. Onur evə gələndə ucu gizlədirik. Çünki həkim icazə vermir. Semişka götürürəm dostlar özümə. Desəz hansını tırtlayırsan, nəyə dadamırsan. Mən semişkada çox duzluluğa önəm verirəm. Nə qədər duzludsa o qədər sevirəm. Ona görə də tırtladıqlarım içərisində ən dadlısı Beliçkadır. Ona görə 2 dənə də Beliçka götürdüm. Ülker belə bir şey götürdüm çayla içməyə. Bu da bizim aldıqlarımızdır. Bu qədər şey almışıq, amma yenə çatışmayan şeylər var. Məsələn, şvabradır, sonra nə idi? Şokolad yağı, şvabra, meyvə, toyuq məhsulları, bir də ət. Bunları almamışıq. Sizcə burada nə qədər hesab çıxar? Fikirlərinizi yazın. Kim yaxın qiymət yazsa, gələn səfər ona Metropoldan 2 nəfərlik səhər yeməyi hədiyyə edəcəm o izləyicimə. Bunun ikinci partı da olacaq. Market vlogumuzun sonuna gəldik. Baxın, çəkəm. İndi evdə ikinci partını çəkəcəm. Nələr aldıq, nələr elədik. Saat 4 işləyir. Biz elə market alışverişimizi indi bitirmişik. Sizcə nə qədər bizim burada hesabımız çıxdı? Ən yaxın yazan izləyiciyə Metropoldan 2 nəfərlik səhər yeməyi hədiyyə eləyəcəm. Ona görə də yorumlarınızı gözləyirəm. Bu arada videonu like eləməyi, kanalıma abunə olmağı və yorum yazmağı unutmayın. Belə, indi gedirəm evdə ikinci partı çəkməyə. Fikirlərinizi yazın. Əgər belə videoların davamının gəlməyini istəyirsinizsə, yorum yaza bilərsiniz. Bu qədər, öpürəm.